Əziz və dəyərli izləyicilər, sizi kanalımdan salamlayıram. Bu günləri tortlar üçün glikozadan dekorlar hazırlamışam. Deməli, müxtəlif dekorlar hazırlamaq olur. Glikozadan, izomaltdan, düyü kağızından, vafli kağızından. Bugünkü deməli dekorumuz glikozadan hazırlanır. Bunun üçün bizə lazımdır kovrik, yəni kovrik hökmandır ki olsun. Sobada deməli glikozanı kovrikin üzərinə yayıb sobada hazırlayasam, odur ki kovrikin olması vacibdir. Deməli glikozadan hər hansı bir bıçaq vasitəsilə götürüb kovrikin üzərinə nazik şəkildə yayıram. Siz istəsəniz bütövlükdə geniş də yaya bilərsiniz, yəni bir dəfəlik hazırlaya bilərsiniz. Onsuz da bizə tortun üzəri üçün qırıq forması lazım olur. Adətən olur ki, bəzən az hallarda olur ki, bütöv şəkildə dekoru istifadə etmək olur. Amma çox vaxtı qırıb istifadə edirik də biz. Yenidən yaxından göstərim. Deməli, glikozanı bu qaydada çox nazik şəkildə kovrikin üzərinə yayırıq. Daha sonra üzərindən rənglər vuracam. Mən burada həm sulu boyadan istifadə edirəm, həm gel boyadan. İstədiyiniz rəngdən istifadə edə bilərsiniz. Burada rənglər sizə az görünə bilər, lakin qətiyyən elə deyil. Deməli, sobada qaldıqca, qaynadıqca bu glikoza rəngləri qarışacaq, biraz çoxalacaq da, tündləşəcək. Bir də burada baxın, gel boyadan da istifadə edirəm. Yəni bildirmək istəyirəm ki, istər gel, istər sulu boya, heç bir fərqi yoxdur. Hər hansı bir boyalardan istifadə edə bilərsiniz. Daha sonra 130 dərəcədə qızdırılmış sobaya göndərirəm. Deməli, əvvəlcə glikoza biraz qaynayır. Burada rəngi bozarır, ağarmış kimi. Daha sonra qaynayıb köpüklənir. Köpüyü biraz hündürləşir və hazır olana yaxın köpüklər biraz yatır. O zaman demək ki, hazırdır. Haradasa bir 15 dəqiqəsə də hazır olur. Hazır olduqdan sonra sobadan çıxarırıq və soymasını gözləyirəm. Yəni isti-isti əl vurma, həm əli yandıra bilər, ələ yapışar, həm də nəmliyi olur da. Biraz gözləmək lazımdır ki, soyusun. Soyuyandan sonra deməli kovriki kənar hissəsini, həmin bu dekorları kənar hissəsinə yavaş-yavaş bu formada qopardıb bir kənara qoyuruq. Əgər sınsa da heç bir qorxusu yoxdur. Yenə də deyirəm ki, tortun üzərinə çox vaxtı biz qırıb istifadə edirik bunu. Gördüyünüz qaydada qopardıb bir kənara qoyuruq. Yenidən hazırladım. Elə bil bunlar biraz böyük. Bax, mən bunu demək istəyirəm. Bax, biraz bu formada hündür köpüklər əmələ gəlir, qaynayır. Daha sonra hazır olanda bax, həmən köpüklər biraz yatıb xırda köpüklər olur. Demək ki, həmən vaxtı, bax, bu vaxtı hazırdır. O zaman sobadan çıxartmaq lazımdır. Sobadan çıxartdıqdan sonra ehtiyatla kovriki, yəni çox əyiş-üyüş o an bir yana əyməyin ki, tamam qırıq-qırıq olmasın. Və yenidən gözləyirəm, soyuyur. Soyduqdan sonra ehtiyatla bu formada qopardıram. İstəsəniz, yəni hansısa bir torta ola bilər ki, belə hündür, yəni bu böyük formasını, bu dekoru qoya bilərsiniz. Odur ki, yəni ehtiyat edin ki, çox qırmayın. Əgər qırılsa da yəni heç bir qorxusu yoxdur. O axıra qədər istifadə olunur bu dekor. Yəni mən onsuz da belə istifadə edirəm qırığında, bütövündə. Hazır oldu. Çox gözəl bir görkəm aldı. Hardasa xrustal bir şüşəyə bənzəyir. Bunun köpükləri nə fason qaynayıb, bu fasonda da quruyub. Həqiqətən çox gözəl görkəmi var. Daha sonra kandırınla zərləyirəm dekoru. Burada zərimizin üzərinə, bu texniki zər deyil də, texniki zər başqadır, diri-diri olur. Hansı ki, mən bir dəfə burada düyü kağızından dekor düzəltmişdim. Burada texniki zərdən istifadə eləmişdim. Bu isə toz zərdir. Həm mirvari boya, toz boya, həm gümüşü rəng, həm qızılı rəng. Bu adətən çox vaxtı bəzi xanımlar bunu duru yağla isladır bu zəri. Amma mən məsləhət görməzdim. Yəni belə dekorlarda duru yağla zəri islatsanız, çəksəniz, yağ qurumur, biraz gec quruyur da, yəni əli batır, bulaşıq ola bilir. Ən rahatı spirtdə islatmaqdır zəri və dekoru istədiyiniz formada zərləyirsiniz. Hər hansı bir tortun üzərinə tətbiq edirsiniz. Mən burada sizlərə nümunə kimi göstərmək istəyirəm ki, bəzi tortlarımın üzərində bu dekorlardan istifadə eləmişəm. Sizin üçün bir fikir olsun deyə həmən tortları paylaşıram. Çox rahat, asan, yəni başa gələn bir dekordur. Tortlara da xüsusi bir mükəmməl gözəllik verir. İnşallah ki, bəyəndiniz. Bəyəndinizsə bəyənmə düyməsinə toxunmağı unutmayın. Sağ olun.